Eyvah, bahana tutması yenə başlandı. Hamının gözünün önündə oyuncaq satan dükanında. Oyuncaq almadan necə oyuncaq satan dükanından yaxamızı qurtaraq? Yoldaşımın uşağına bir kado almağa gəlmisən, amma başqa sorunla əlbəyaxasan. Oyuncaqlar gül balamızın gözünü tutubdur, istədiyini almasan səni boşlayan da deyil. Millət isə sənlə uşağına baxır, gec olubdur, bilirəm. Amma bu sorunu yaranmamışdan öncə necə çözə bilərik? Biraz geriyə dönməliyik. Süper ana olsaydınız nə etməliydiniz? Şıltaqlıq edən uşağın istək ölçüsünü dükkana keçmədən öncə bəlli etməlisiniz. Uşağı başa salın ki, başqa birinə oyuncaq almaq üçün oraya gedirsiniz. İstəklərinin önünə bir cızıq çəkin, cızıqdan çıxmamasını istəyin. Əlbəttə bir balaca rişvə ilə uşağı daha yumuşalda bilərsiniz. Örnək üçün evə dönəndən sonra sənlə bircə gizlin palanc oynayacağıq sözünü verin. Və ya oyuncaq almağa getməyi bir oyuna dönüşdürün. Uşaq dükkanda hər nə görsə, onun üstünə əl qoyub alınmasını istəməsini bilirik. Əlbəttə uşaq tərəfindən bir doğal duyğudur. Siz isə o dedici anda almaqdan çəkinib, istədiklərini list edib bayram və ya doğum gününü gözləyin. Uşaq istədiklərini deyəndən sonra siz isə onun tam istəklərini hal-hazırda yerinə yetirə bilməməyinizi deyin. Ona hər nə və nəni hər zaman istəsə ələ keçirə bilməməsini başa salın. Bacarığınızı işlədib, onun bahanalarına meydan verməyin. Üzünə baxmayın, danışmayın, oyuncağı alıb dükandan çıxın. Çevrənizdə olan adamların sizin haqda nələr düşündüklərinə fikir verməyin. Onlar da beləncə sorunları kəsinliklə yaşayıblar. Uşağın şıltaqlığına son qoymaq üçün şıltaqlığını ona heç zaman xatırlamayın, yoxsa uşaq tutduğu yanlış yoluna davam edər. Bizi YouTube'da, Facebook'ta, Telegram'da, Aparat'ta ve Bilim Sesi saytında izleyebilirsiniz.